وإذا كان شهر رمضان شهر القرآن Və əgər Ramazan ayı Quran ayıdırsa, فماذا أعددت لنفسك مع القرآن؟ elə isə sən özünə, öz nəfsinə Qurandan hansı pay ayırmısan? وانتبه لهذا جيدا. Buna yaxşı fikir ver, yaxşı diqqət elə. ماذا أعددت لنفسك مع القرآن؟ كلام الله. Öz nəfsin üçün Quranla, yəni Qurandan hansı pay ayırmısan? Allahın kəlamından. شهر رمضان الذي أنزل فيه القرآن. Ramazan ayı hansı ki həmən ayda Quran indirilibdir. وكان جبريل يأتي نبينا عليه الصلاة والسلام Və Cibril aleyhisselam Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanına gələrdi. في رمضان يدارسه القرآن. Ramazan ayında və onunla Quranı oxuyardıq, Quranı xətm edərdi. فماذا أعددت لنفسك من مدارسة القرآن؟ Elə isə sən özün üçün, öz nəfsin üçün Quranı öyrənməkdən, Quranı oxumaqdan hansı pay ayırmısan? وتلاوته وتدبره. Onu qiraət eləmək, oxumaq və həmçində tədəbbür eləmək, düşünmək, ayələri üzərində elə deyək, onlardan ibrət almaq. ولهذا إذا دخل رمضان استحضر. Və ona görə də Ramazan ayı daxil olduqda göz önünə gətir ki, öz gözünün önünə gətir ki, ما لرمضان من خصوصية عظيمة مع القرآن. Ramazan ayının sərmayəsi Quranla keçirilən böyük bir xüsusiyyətdir. Yəni digər aylardan fərqli olaraq məhz Ramazan ayında Quranla daha çox irtibatda olmaq lazımdır, daha çox Quranla vaxt keçirmək lazımdır. وكان بعض السلف إذا دخل رمضان Və sələfdən bəziləri Ramazan ayı daxil olduqda أقبل على القرآن. Qurana tərəf yönələrdilər. وقال إنما هو إطعام الطعام. Və deyərdilər ki, bu ay yalnız az insanı doydurmaqdır, yedizdirməkdir وقراءة القرآن. və həmçində Quran qiraətidir. Allah bizlərə, bütün müsəlmanlara Ramazan ayını ən gözəl şəkildə Quranla və ibadətlərlə keçirməyi nəsib etsin. Amin.